Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif şagirdləri üçün fizikadan kiçik summativ qiymətləndirmə 2-nin versiya suallarına baxmış olacağıq. Əvvəlcə birinci suala baxaq və bu sual ətrafında danışaq. Tarazlığın neçə növü var? Biz bilirik ki, tarazlığın neçə növü var? Əlbəttə ki, 3 növü: dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıq kimi. İkinci sual, qüvvə momentinin vahidi hansıdır? Bilirik ki, moment M bərabərdir F vurulsun L kimi işarə olunur. Və bu zaman vahid Newton vurulsun metr kimi çıxartmaq mümkündür. O zaman olur C variantı. Qüvvə momenti necə kəmiyyətdir? Qüvvə momenti vektorial kəmiyyətdir. Daha sonra dördüncü suala keçək. Dördüncü sualda bizdən istəyir ki, qüvvə momenti cismə hansı təsiri verir? Bilirik ki, qüvvə momenti nəticəsində biz cismin fırlanma hərəkətini öyrənmiş oluruq. Daha sonra qüvvənin qolu 10 metr, təsir edən qüvvəsi 5 Newton olarsa, qüvvə momentini hesablayın. Verilənləri yazsaq, qüvvənin qolu L bərabərdir 10 metr, təsir edən qüvvə F bərabərdir 5 Newton. Qüvvə momentini hesablayın. M bərabərdir sual işarəsi. M bərabərdir F vurulsun L olduğunu bilirik və buna görə hesablasaq, F'imiz 5 vurulsun L'imiz də 10'dur. Bərabərdir 50 Newton vurulsun metr. Cavab B variantı. 6-cı sual. Dayanıqlı tarazlıq nəyə deyilir? Dayanıq tarazlıq, tarazlıq vəziyyətindən çıxarılan cisim öz-özünə, yəni ağırlıq qüvvəsinin qüvvə momentinin təsiri ilə əvvəlki vəziyyətinə qayıdır. Bu halda onun potensial enerjisi dəyişir. Yəni dayanıq tarazlıq dedikdə, tarazlıq vəziyyətindən çıxarılan cisim öz-özünə əvvəlki vəziyyətinə qayıdır. Öz-özünə əvvəlki vəziyyətinə qayıdır. Vəziyyətinə qayıdır. Və bu zaman potensial enerji dəyişmir. 7-ci suala baxaq. 7-ci sualda bizdən soruşur. Deməli, uzunluğu 40 cm olan çubuğun ağırlıq mərkəzini hesablayın. Çubuğun uzunluğu 40 cm-dir. Əlbəttə ki, ilk işimiz həmin santimetri metrə çevirməkdir. L bərabərdir 40 cm-dirsə, çevirsək 0,4 metr. Daha sonra ağırlıq mərkəzini hesablayın deyir. Ağırlıq mərkəzi tən ortasında yerləşir və bu zaman 0,4-ün yarısı neçəyə düşür? 0,4 bölünsün 2 bərabərdir 0,2 metr. Diqqətli olun, metr olanı seçirsiniz. B variantı. 8-ci sual. Pəncərə 4 Newton qüvvənin təsiri ilə açılır. Bu zaman qüvvənin qolu 40 cm-dir. Əgər qüvvə 16 Newton olsaydı, qüvvənin qolu neçə metr olardı? Baxın, pəncərə 4 Newton qüvvənin təsiri ilə açılır. Demək ki, F bərabərdir 4 Newton. Bu zaman qüvvənin qolu 40 cm-dir. Və yazıram burada, L bərabərdir 0,4 metr, çevirdim metrə. Əgər qüvvə 16 Newton olsaydı, F2 bərabərdir 16 Newton. Qüvvənin qolu neçə metr olardı? L2 bərabərdir sual işarəsinə. Biz momentlər qaydası tətbiq etsək, burada momenti tapsaq, M bərabərdir F1 vurulsun L1 kimidir. M bərabərdir F1 4 vurulsun 0,4 bərabərdir 1,6 olduğunu müəyyənləşdirdik. Newton vurulsun metr. İkincisində, yəni bu tapdığımız moment dəyişmir, düzdür? İndi bu momentdən istifadə edərək ikincisində yerinə qoyuruq. M bərabərdir F vurulsun L deyil. L-i buradan tapsam, M bölünsün F olacaq. M-i yerinə qoysam, M nə qədərdir? 1,6 bölünsün. F-imiz də 16. Tapıram ki, 1,6-yı 16-ya böldüyüm zaman 0,1 metr. Uzunluq L bərabərdir 0,1 metr. Burada çapda səhv gedib yəqin ki, cavab doğru olmalıdır 0,1 metr. Yəni, bu şəkildə yazılmalıdır. 9-cu sual. Cisimlərin daha dayanıqlı olduğu şərtləri yazın. Cisimlərin daha dayanıqlı olması üçün ağırlıq mərkəzi səthə daha yaxın yerləşməlidir. Yəni, bu zaman daha dayanıqlı olur.
Yazırıq. Ağırlıq mərkəzi səthə daha yaxın yerləşməlidir. Daha yaxın yerləşməlidir. 10-cu və sonuncu sual. Qüvvə momenti 500 Newton vurulsun metr, yəni M bərabərdir 500 Newton vurulsun metr. Və təsir edən qüvvə isə F bərabərdir 250 Newton olarsa, A variantını həll edək. A variantında soruşur ki, bax buradan qeyd edirəm. Qüvvənin qolunu hesablayın. Yəni L bərabər sual işarəsi. Moment düsturu M bərabərdir F vurulsun L deyildi. Buradan L-i tapsam, M-i F-ə bölməliyəm, düzdür? M-imiz nə qədərdir? 500 bölünsün F-də 250-dir. 500-ü 250-yə böldükdə 2 metr olduğunu tapdım. Deməli, qüvvənin qolu nə qədər imiş? L bərabərdir 2 metr olduğunu tapdım. İndi keçək B variantına. B variantında isə soruşur. Qüvvənin sabit qiymətində, yəni F-in sabit qiymətində qüvvə qolunu 4 dəfə artırsaq, qüvvə momentini hesabla. Birincisində hesablamışdıq, yəni L1 bərabərdir 2 metr idi. Qüvvə qolunu 4 dəfə artırsaq, yəni L2 bərabərdir 2 vurulsun 4 bərabərdir 8 metr. Qüvvə momentini hesabla. F-imiz də sabit olduğuna görə F bərabərdir 250 olduğunu artıq bildik. Momentini hesablayırıq. M bərabərdir F vurulsun L və bura yerinə qoysaq M bərabərdir F 250-dir. Vurulsun L-dəki 8 metr. Bu da bərabərdir 1000 Newton vurulsun metrə. Yəni bu şəkildə həll etmiş olduq. Bunun da cavabını yazaq bura. Qüvvə momenti M bərabərdir 1000 Newton vurulsun metrə. Belə uşaqlar, bu kiçik summativ qiymətləndirmə 2 əsasən versiya suallardır və burada daha çox qüvvə momentindən istifadə olunur. Yaxın zamanda növbəti kiçik summativ qiymətləndirmə 2-nin digər versiya suallarını da kanala yerləşdirəcək. Sağ olun.